Yeremiya 42-ci fəsil. Yeremiyanın duasına Rəbbin cavabı. Bütün qoşun başçıları Qariyah oğlu Yoxanan, Hoşaya oğlu Xezaniya və böyüdən kiçiyə qədər bütün xalq yaxınlaşıb Yeremiya peyğəmbərə dedi: Xahiş edirik, yalvarışımız sənə məqbul olsun. Bizim üçün, bu qalan xalq üçün Allahın Rəbbə dua elə. Çünki necə ki görürsən, o boyda xalqdan azalıb bu qədər qalmışıq. Qoy, hara gedəcəyimizi, neyniyəcəyimizi Allahın Rəbb bizə bildirsin. Yeremiya peyğəmbər onlara dedi: Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua eləyəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam. Onlar Yeremiyaya dedi: Allahın Rəbbin bizə bildirmək üçün sənə nazil elədiyi hər sözə əməl eləməsək, qoy Rəbb özü əleyhimizə həqiqi və etibarlı şahid olsun. Səni yanına göndərdiyimiz Allahımız Rəbbin sözünü bəyənsək də, bəyənməsək də, ona qulaq asacağıq ki, işimiz yaxşı getsin. Bəli, Allahımız Rəbbin sözünə qulaq asacağıq. 10 gün sonra Rəbbin sözü Yeremiyaya nazil oldu. Qariyah oğlu Yoxananı, onunla birgə olan bütün qoşun başçılarını, böyüdən kiçiyə qədər bütün xalqı çağırıb onlara dedi: Yalvarışınızı önünə təqdim eləmək üçün məni yanına göndərdiyiniz İsrailin Allahı Rəbb belə deyir: Əgər bu ölkədə qalsaz, mən sizi dirçəldərəm, daha dağıtmaram, sizi əkərəm, daha çıxarmaram. Çünki başınıza gətirdiyim bütün bəlalara görə təəssüflənirəm. Babil padşahından qorxmayın, siz ondan qorxursuz, ancaq qorxmayın, Rəbb belə bəyan eləyir. Çünki mən siznənəm və sizi azad eləyib onun əlindən qutaracağam. Mən sizə mərhəmət göstərəcəyəm ki, o da rəhm eləyib sizi öz torpağınıza qaytarsın. Ancaq siz bu torpaqda yaşamayacaq deyərək, Allahınız Rəbbin sözünə qulaq asmasaz, yox. Biz Misir torpağına gedəcəyik, orada müharibə görməyəcəyik, şeypur səsi eşitməyəcəyik, aclıq çəkməyəcəyik və orada qalacağıq desəz, onda, ey qalan Yahudalılar, Rəbbin sözünü eşidin. İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Əgər siz doğrudan da Misirə gedib, orada sakin olmağı qərarı alsaz, o zaman qorxduğunuz həmin qılınc Misir torpağında sizə yetişəcək. Qorxduğunuz aclıq Misirdə sizi təqib eləyəcək və orada öləcəksiniz. Misirə gedib sakin olmağa qərarı alan hər kəs qılınc, aclıq və vəbadan öləcək. Onlardan heç kəs sağ qalmayacaq. Başlarına gətirdiyim bəladan qaçıb qutarmayacaq. Çünki İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Yerusəlimdə yaşayanların üzərinə necə qəzəbim və qızğınlığım töküldüsə, siz Misirə getsəz, eləcə qızğınlığım üzərinizə töküləcək. Siz lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfi olacaqsınız. Bir daha bu yeri görməyəcəksiniz. Ey Yahudanın qalan cəmaatı, sizin üçün Rəbb Misirə getməyin söylədi. Yaxşı bilin ki, bugün sizə xəbərdarlıq elədim. Çünki siz fəlakət gətirən bir səhv elədiniz. Məni Allahınız Rəbbin yanına göndərib dediniz: Allahımız Rəbbə bizim üçün dua elə. Allahımız Rəbbin deyəcəyi hər şeyi bizə bildir. Biz elə də eləyərik. Mən bugün sizə xəbər verdim, ancaq siz məni yanınıza göndərdiyi heç bir işdə Allahınız Rəbbin sözünə qulaq asmadınız. İndi yaxşı bilin ki, gedib sakin olmaq istədiyiniz yerdə qılınc, aclıq və vəbadan öləcəksiniz.